Və sonda, istirahət məkanlarına adından da bəlli olduğu kimi yorğunluğu atmaq, səmərəli vaxt keçirmək, yaşlılıqdan zövq almaq üçün üst tuturuq. Paytaxtın mərkəzindəki Füzuli Parkı kimi tanınan əraziyə üst tutsa, xoşagəlməz mənzərələ rastlaşa bilərsiniz. Bizim bir neçə saat sərf etdiyimiz bu park artıq bir həftədən çoxdur ki, 5 nəfərdən ibarət olan ailənin yaşayış məskəninə çevrilib. Bu inanmağa belə çətinlik çəkdiyimiz reallıqla sizi əməkdaşımız Natiq Nailoğlu tanış edəcək. Paytaxtın mərkəzində yerləşən Füzuli Parkı kimlər üçün sadəcə bir neçə saatlıq istirahət mərkəzi, kimlər üçünsə günlərini keçirdiyi bir sığınacaqdır. 5 nəfərlik Sayadovlar ailəsi üçün bu park artıq 8 gündür ki, yaşayış məskənidir. Gəlir əldə edə bilmədiyi üçün 3 az yaşlı uşağı ilə və həyat yoldaşı ilə birlikdə küçədə qalmağa məcbur olan 55 yaşlı Tarverdi dayı vəziyyəti ilə bağlı heç kimə müraciət etmədiyini deyir. Əvvəl kirayə pulunu necə ödürdün? Düzdür də işləyirdim mən orada, burada gördüm, gündəlik iş olurdu. 10 manat olanda gün ərzinə məsələn, mən onun 5 manatın evin təminatına istifadə edirdim, 5 manatını saxlayırdım ki, evin sahibinə vermək üçün. Bax, belə yaşamışıq əzim həmişə. 8 gecədir parkdakı oturacaqlarda gecələyən ailə daha çox 3 az yaşlı uşağından narahatdır. 6 yaşlı Əfsanə, 2 yaşlı Fatma və 3 aylıq Mir Yusif bir neçə gündür daş üstündə yatır. Ailə başçısı övladlarının bu cür vəziyyətə tab gətirməyəcəyindən narahatdır. Birinci qrup gözdən əlil olan ailənin xanımı Leyla Tarverziyeva heç bir çətin vəziyyətə baxmayaraq övladlarını atmaq istəmədiyini və onlara hər bir şəraiti yaratmaq istədiyini deyir. Lakin gözləri normal görməyən ananın əlindən səbr edib gözləməkdən başqa heç nə gəlmir. Ailənin qida təminatına gəlincə, biri çay gətirir, qardaş, biri yemək gətirir, bax beləsi, biri pul çıxardır verir. 2 manat, 3 manat ki, məsələn, uşağı pampesiz stermal günə, uşağın neydəsə çətinliyi olmasın. Bax belə çıxır. Vərəm xəstəsi olan Tarverdi dayı indi bütün ümidini kiminsə onlara rəhm edib kömək eli uzatmasına bağlayıb.